اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم لا تخذلني فيه لتعرض معصيتك، ولا تضربني بسياط نقمتك، وزحزحني فيه من موجبات سخطك بمنك وآياديك يا منتهى رغبة الراغبين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. وصلى الله على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين. Mübarek Ramazan ayının 6. gününün duasını okuyuruq və qısa şərhi ilə sizin xidmətinizdəyik. Əvvəla, dəyərli bazı qardaşlarım, Ramazan ayı, Ramazan Allahın adlarından biridir. Ramazan sözünün lüğəti mənası rəməz, yandırmaq mənasında, yəni bir mənası budur ki, yandırmaq mənasında, yəni necə ki od, alov yanaraq ki, bir çox şeyləri məhv eləyib aradan aparır. Bu ayda insanlar oruç tutaraq, onların oruç tutma səbəbinə, Allahı zikir etmə ibadətləri səbəbinə, bu ayın hörmətini saxlama səbəbinə Allah Teala onların günahlarını yandırar. Günahlarını yandırıb heç edər. Onları günahlardan təmizləyər və buna görə Ramazan adlanır. Və yaxud Ramazan o güclü leysan yağışa da deyilir ki, o yağış ki, görərsiniz yağar, o daşların üzərində olan ki, aylarla, günlərlə yığılan tozu, torpağı aradan aparar, daşların safı, onların işıltısı üzə çıxır. Bütün toz torpağı yuyur, qaya parçaları, qaya daşlar, ki, qara mərmər daşlar və sair görərsən ki, toz torpaqdan yağış səbəbinə təmizlənir, paşlanır. Ramazan sözünün bir mənası da odur ki, necə ki, yağış toz torpağı yuyub aradan aparar, Allah bəndələrinin bu ayda günahları o cürə, o sayaq yuyulub təmizlənər. Və Ramazan qeyd etdi ki, Allahın adlarından biridir. İmam Sadiq əleyhissalatu vesselam buyurur ki, sizlərdən heç biriniz deməyin, Ramazan gəldi, Ramazan getdi. Deyin, Ramazan ayı, yəni Allahın ayı. Bəs Ramazan ayının bugünkü günündə Allahdan istəyimiz budur. Allahümme la təxzulni fihi li təarruzi məsiyyətik və la təzribni bisiyati nəqimətik. Pərverdigara, ey Allah, bugünkü gündə işlətdiyim günahlar səbəbinə, məsiyyət səbəbinə məni rüsvay etmə. Günahlarıma görə məni rüsvay etmə. Və əzab qamçıları ilə günah səbəbimə, məsiyyət səbəbimə, əzab qamçıları ilə məni vurma günah. Bəli, məsiyyət, günah bəlaların səbəbidir. Yəni, bəlaları gətirən, insana bəla qazandıran, dırnaq arası desək, məsiyyətdir. Belə şey Allah Teala Qur'an-ı Kərimdə buyurur, ey insanlar, sizə yetişən o müsibətlər ki var, o bəlalar ki var, başınıza gələn o müsibətlər, bəlalar ki var, o fəbimə kəsəbət əydikum və ya'fu ən kəsir, sizin öz qazandığınız günahlar səbəbinədir. O məsiyyətlər səbəbinə, işlətdiyiniz günahlar səbəbinə o bəlalar sizə gəlib yetişibdir. Hələ Allah çoxunu bağışlayır, bütün günahların cəzasını vermir. Hələ o bir parasının cəzasıdır ki, sizə yetişir. Bəli, Allah insanlara zülm etməz. Zülmü insanlar özləri qazanırlar, özləri öz başlarına gətirirlər ki.
Belə ki Allah Teala Kur'an-ı Kerim'de buyurur: İnnallaha la yazlimun nase şey'a velakinnen nase enfusahum yazlimun. Allah insanlara hiçbir şey zulm etmez. Lakin insanlar özlerine zulüm edirlər. Bəli, ey mənim Allahım, bugünkü gündə işlətdiyim günahlara görə, günahlar səbəbinə məni rüsva etməginən və məni əzab qamçıları ilə məni vurmaginən və zəhzihni fihi min mucibati səxətik və bugünkü gündə sənin əzabıva, qəzəbivə səbəb olan bütün o işlərdən məni qoru, məni saxla günən, məni qoru. Öz nemətlərin xatirinə, öz əl tutmağın, kömək etməyin, böyük nemətlərin xatirinə, ey arzu edənlərin ən son arzusu olan, ən yüksək arzusu olan Allah, bizi işlətdiyimiz günahlara görə bizi rüsvay etmə, bizi cəzalandırma Allah və bizi qoru günah, günaha, əzaba səbəb olan işlərdən bizi çəkindir, bizi qoru günah. İmam Səccad əleyhissalatu vesselam buyurubdur: Xələqəllahul cənnə. Ey insanlar, Allah cənnəti xəlq edib itaətkar bəndələri üçün. Fərqi yoxdur itaətkar bəndə kim olursa olsun. Vələv kanə əbdən həbəşiyyən. O həbəş zənci qulu olsa belə, həbəş qulu, qara dərili, zənci, həbəşdir. Lakin Allahı tanıyan, Allahın sözünə baxan, məsiyətdən, günahdan çəkinən, Allaha itaat edən bəndədirsə, Allahın sevimli bəndəsi odur. İnne ekramakum indəllah ətqakum. Allah Teala Kur'an-ı Kerim'de buyurur: Allah yanında en hürmetlileriniz Allah'tan en çok korkan, en çok təqvalı olanlarınızdır. Ve Hz. İmam Səccad aleyhisselam buyurdu ki Allah behişti yaradıbdır, ona itaat edən, onun sözüne bakan bəndələr üçün. Hərçəndə olab həbəş qulu olsa da belə cənnət ondan ötəridir. Və xalaqallahun nara limen əsah. Allah cəhənnəmi yaradıbdır kimdən ötəri, kimlərdən ötəri. O kəs ki Allaha qarşı üsyan edir, asidir. Allaha üsyan edən, asi olan bəndələrinə görə Allah cəhənnəmi yaradıbdır ki, vələv kana seyyidən Qureyşiyyən. Baxmayaraq ki o seyyid-i Qureyşidir, Peyğəmbər əleyhissalamın nəslindəndir, seyyiddir, Qureyş seyyidlərindəndir. Lakin Allaha qarşı əgər üsyankardırsa, asidirsə, cəhənnəm ondan ötəridir. Amma əgər həbəş qulu olsa belə, lakin Allaha itaat edən bir bəndədirsə, Allahın mərhəməti, lütfi, Allahın mükafatları ondan ötəridir. Bəli, bugünkü günün duasında Allah'tan istəyimiz bu oldu ki, ey mənim Allahım, məni işlətdiyim günahlara görə, məsiyyətə görə məni rüsvay etmə və məni əzab, günah qamçılarıyla, əzab qamçılarıyla məni vurma, cəzalandırma və günaha, sənin qəzəbə səbəb olan bütün işlərdən məni çəkindir, qoru. Öz nemət verməyin xatirinə, öz minnətin, nemətin xatirinə, ey rəğbət edənlərin, arzu edənlərin ən yüksək, ən ali, ən son arzusu olan Allah. Allah'ın bir İzzət-i Cəlalına Allah Teala dualarımızı qəbul eləsin, günahlarımızı bağışlasın. Allah Teala mübarək Ramazan ayının feyzini, əzəmətini dərk eləyən, ələ gətirən bəndələrdən qərar versin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.